Herkese salam. Yeni videoma hoş geldiniz kızlar, bacılar. Yeni videoya başlayıram sizinle beraber. Bugün güllerimden istedim başlayam. Çünkü mən baxıram bəzi video çeken xanımlar var. Baxırsan ki belə gülləri sevirlər, amma tam güllərə qulluğu, bəlkə də indi mənim videolarıma baxmır olar. Məsələn, bir video mən video çəkən xanımlara bloger demirəm. Çünki bloger o tam fərqlidir mənim düşüncəmlə. Bəlkə də düzgün fikirləşmirəm. Blogerlər kimlərdir? Məsəl üçün Əzzə xanım blogerdir. 8 milyon подписчики ne deyirdi? Abonəçisi var, yəni nəysə də. Amma durub 10 bin, 5 bin, 20 bin подписчики olan bloger mənim düşüncəmlə bloger ola bilməz. Video çəkən xanımlar deyirəm, mən izləyirəm. Moskvadan Ülüyə xanımı cavan gəlindi. Kim baxmırsa bilmirəm, bəlkə də çox belə mənim onsuz da elə böyük bir kütləm yoxdur. Ona görə bəlkə də burada baxan, izləyən xanımlardan onun videolarında izləyənlər var. O gün evindən təzə evə köçüb can sağlığı ilə otursun, balalarının xoş günlərini göstərsin. 3 dənə də balaca şirin balası var. Allah saxlasın. Yəni o xanımı mən həqiqətən də təzəlikcən, ya hardasa 2-3 aydır mən onu izləyirəm, xoşum da gəlir. Çox belə pozitiv, hər zaman gülər üzlü bir xanımdır. Ondan da əlavə Azərbaycandan bir xanımı izləyirəm. Qızlar, o Ülviyə hərdən deyil, çox videoların altında mən ona komentariya yazıram, həmən cavab verir. Yəni o həmən dediyim, yəni 2 gün keçsə də mütləq o cavab. Hələ mənim bir dənə komentariyamı o cavabsız qoymayıb. Yəni o deməkdir ki, heç bəlkə də o mənim kanalımı izləmir, bəlkə də heç məni tanımır, sadəcə komentariya gələndə ona cavab verir. Yəni o izləyiciyə olan hörmətidir. Ən azından bir ürək qoymaq. Amma bir xanımı Azərbaycanda izləyirəm. Bəlkə də 50 dəfə çox olar. Yəni hardasa bir 30 komentariya yazmışam. Bilirəm onun kanalını mənim izləyicilərdən də izləyənlər çoxdur. Amma onun bir nə demək istəyirəm, çox açıqlamayım. Yəni hələ bir dəfə o mənim komentariyalarıma bir dəfə olsun belə cavab yazmayıb, hətta bir ürək də qoymayıb. Bilmirəm niyə görə mənlə qəsdi qərəzliyi varmı? Heç yenə onun haqqında da demirəm ki, o mənim videomu belə kanalımı izləyir ya yox. Sadəcə o da izləyiciyə olan hörmətsizlik kimi sayıram. Ən azından bir də indi ola bilsin ki, bəlkə də mənim hansısa komentariyam xoşuna gəlməyib, xoşuna gəlmirsə, yəni öz fikrini bildirməlisən cavabla. Amma heç vaxtı cavab yazmayıb, bilmirəm niyə. Nəysə. İndi çox adam soruşacaq ki, kimdir o? Yəni ehtiyac yoxdur kim olmağına. Bəlkə də başa düşənlər başa düşər. Belə güllərdən dedim başlayım. Orxideyalar bu yaxınlarda da gedəcəm deyə. Bu mənim orxideyalarım niyə belə qabların içindədir qızlar? Əslində baxın, bu belə qabın içindədir. Belə prozraçni qabın içindədir. Mən çox vaxtı burada olmuram deyə belə qablara qoyuram. Bura su tökürəm. Dibində su olur və o su ilə qidalanır. Yox, mən əgər burada yaşasaydım hər zaman mən bunun içinə qoymazdım bunu. Vaxtında suyun verərdim. Mən burada olmuram deyə bəzən olurdu ki, Raulun ümidinə qalırdı. Raul bir dəfə mənim bütün güllərimi susuzluqdan yandırmışdı. İndi Raul burada deyil. Başqa bir adama verirəm, tanışımıza. O tez-tez gəlir, suluyur. O da uşaqlı gəlindi. Amma bəzən ola bilsin ki, burada da hava isti olur, yayın istisində gələ bilmir də hər istədiyində
Ola bilsin biraz gec olar. O da tam güllərdən başı çıxan bir insan deyil də. Elə gəlir, sulayır, gedir. Mən belə ona da tapşırmışam ki, bir bu qədər su tök, qoy qalsın, öz-özünə qidalansın. Ən azından bilirəm ki, yanmayacaq bu güllərim. Ona görə belə qablarda qoyuram. Normalda belə qablarda olmalıdır. Baxın, içində də su var. Gedirəm deyə artıq su tökmüşəm. Bu da kökləri çox qəşəngdə böyüyür, çürümə falan vermir. Bu belə orxideya haqqında belə eləyirəm. Bu gülü də ki, hər dəfə təkrar eləyirəm, sevmirəm. Amma dayı güldür, çox uzun idi. Bu yadınızdadırsa qırdım onun başlarından. Kötüklərin atdım o yana və təpələrin təzədən belə əkdim. Baxın, görün necə böyüyürlər. Sanki kübrə tökülür. Bunların dibinə heç bir kübrə, heç nə əlavə eləmirəm. Bəzən orxideyalara eləyirəm, amma bu güllərə heç bir adabreniyadır, nə deyirlər ona? Nəsə də vitamin zad vermirəm. Öz başına böyüyürlər bunlar. Bu güldəki, bunu da sevmirəm. Evdə mən bu gülü heç sevmirəm. Bu da yoldaşım belə böyük gülləri xoşlayır deyə məndən olsa bunu evdən çıxardaram. Bu ev gülü deyil. Türkiyədə bunlar qoz ağacı boyda, yollarda, küçələrdə böyüyür. Biz amma elə bilirik ki, bu ev gülüdür, ev gülü deyil. Bunu da görürsünüz, məndə də uzanır, elə boyatır. Bunu əvvəl belə kəssəydim, yarımçıqda belə kəssəydim, o eninə verəcəkdi. Buralarından, məsəl üçün kimsə deyir ki, bu yarpaqları qopartmalısınız ki, boya versin. Xeyr, elə bir şey yoxdur. Mənim Rusiyada da bundan çox böyük bir ağacım var idi. Onu da ləğv eləmişəm. Heç vaxtda altdan yarpaqları kəsməmişəm özünə. Bunun əsas əkdiyi zaman bunu gözləmək lazımdır ki, kökü doldursun, dibçəyi kökə verir. Güllərin hamısı əkdiyi zaman birinci kökə verir, köklə dibçəyi doldurduqdan sonra boya verməyə başlayır. Mən indi bunu buradan kəssəm, eninə verəcək. Yəni, böyürlərdən budaqlar çıxmağa başlayacaq. Nəsə ilə qalıb bu uzanır. Elə boyatır. Ondan sonra bu da ki, limon ağacıdır. Bu da coşur nəsə, axır neçə gündür açıb təzə belə pöhrələr hər tərəfdən buradan. Bunu da saxlayıram ki, biraz bu stolda bu gövdəsi enlənsin calamaq üçün. Bu peyvənd limona calamaq üçün də prob eləməyi, sadəcə sınamaq istəyirəm. Görüm əlimdən gələcək. Çünki papam mənim ağacları bir-birinə elə bil pastayanla iş hobbisi o idi. Papam müəllim olub. Allah hamının ölənlərinə rəhmət eləsin. Papamın yerində Allah cənnət eləsin, günahlarını bağışlasın bütün ölənlərimizin. O ağacları calayırdı. İstəyirəm onun elə bil işin davam elətdirim. İstəyirəm ondan məşğul olum. Nəysə də o Azərbaycana köçəndə mütləq ondan məşğul olacağam. İndi bunu eninə enləndikdən sonra calamaq istəyirəm. Peyvənd limondan. Bunlar da ki, orxideyalar. Hamısı bu qaba ikisini əkmişəm. Bunlar da mən gedəndən sonra gülləyəcək hamısı. Sonra qızlar. Ən sevdiyim gül ev gülü, bax budur. Çox xoşum gəlir. Evdə yəni evdə hər güllər ev üçün deyil. Bax bu, məsəl üçün bu gül ev üçün deyil. Qətiyyən deyirlər, evdə saxlamaq olmaz. O da mənim üçün, yəni saxlayırlar, mən sevmirəm o gülü, amma bunu çox sevirəm. Bu gülü çox sevirəm evdə. Özü də, əlimdə də güllər çox gözəl böyüyür. Rusiyada da var bundan. Burada da baxın, artıq saata çatmağa az qalır. Çox gözəldir, inkişaf eləyir bu. Bir də ki, bu gül. Buna dollar gülü deyirlər. Tez-tez də gördüyünüz kimi duşa falan gülləri almıram. Təsadüfən, yəni evdə toz olmur. Evdə, bax, bilmirəm haçan silmişəm. Yadıma düşmür heç. Baxın, 1 qram toz yoxdur. Evdə hardan olacaq ki toz? Uşaq yox, nə bilim özümüzü. Bax, parıllayır. Bu gülü çox sevirəm evdə. Əsl ev gülü budur.
Dibindən də pastayanı belə çıxır. Bunun da qarşoku balacadır. Yəni dəyişdirmək lazımdır. Belə dibçəyi balacadır bunun dibçəyi də. Hə. Buna görə bu da qəşəng güldür. Rusiyada da var. Baxın dibindən neçə dənə yerdən belə çıxır. Bax, budur. Ondan sonra bulardır. Bax. Bu. Sonra bu. Hamısı çıxır dibindən. Bu boş qalıb burada. Bu da büyük bir gül idi. Nə uzunluğunda. Raul yandırdı onu. Dediyim kimi Raul su vermədi. Gülləri yandırdı. Sonra bunu kəsdim. Belə buradan. Və 2 dənə budaq idi. Bir də buradan. Bax, kəsmişəm. Heç bir yarpağı qalmamışdı. Başladı belə artmağa öz-özünə. Üstündə hələ çıxacaq bu budaqlar var. Hər tərəfdən başladı budaq verməyə. Belə. Ona görə deyirəm, gülləri başdan kəsəndə belə yumru olur da, hər tərəfə başlayır belə enə verməyə. Bunu amma başdan bunu kəsmək olmaz. Bu sadəcə bir budaq şəklində böyüyür. Artmaq da bunun adi buradan kəsib suya qoyanda kök salacaq. Ondan, amma bunu yarpağından əksəniz də mən görməmişəm. Yəni yarpağından belə suya qoysaz da kök salmayacaq. Bunun budağın özdə qurumuş yerindən deyil, belə yaşıl. Baxın, buradan kəsib suya qoysaz 10 günə, 15 günə kök salacaq. Bunun artımı elədir. Bunlar da ki orxideyalar, bildiyiniz kimi hamısı çiçəkli, çiçək açacaq. Mən gedəndən sonra heç birini görməyəcəm. Bunun rəngindəndir. Eyni rənglərdir. Çox gözəl rəngi var. Belə neobычный. Üstü də belə, baxın, elə bil zər tökülüb üstünə. Baxın, videoda bilmirəm, bilinir, bilinmir. Elə bilirsiniz, üstündə zər var. Çox gözəl rəngi var. Altı belə sarı kimi, belə fistaşka rəngindədir. Bax, belə. Üstü də belə rəng. Hə, bu o güldə, o rəngdəndir. Ondan sonra burada görün nə qədər. Bu ağ idi deyəsən. Belə, hamısı belə cücərib. Görün nə qədərdir. Hamısı mən getdikdən sonra açılacaq. Bunu da qırmışdım. Qırılmışdı. Bu təzədən çıxır buradan. Buradan da çıxır deyəsən. Belə. Bunun yerini dəyişmişdim. Elə bildim öləcək, yox. Buradan yarpaq verir o şey. Hə, nəysə, güllərin orada da biri var. Bu da həmin gülün uzun idi də. Onu kəsdim, belə başlarından belə əkdim. Təzədəndir, belə pöhrələndilər. Belə. Həyət ev üçün yaxşıdır. Məsəl üçün, böyük yerləri olanlar, kvartirada balacadır da, ev balaca olanda, belə böyük gülləri də qoyanda yer darlıq eləyir. Nə bilim, nəsə o qədər şey olmur. Amma böyük 2 mərtəbəli, 3 mərtəbəli həyət evləri üçün belə gülləri bir küncə qoyursan, koridora zada qəşəng olur.
Qızlar, nə bişirirəm? Belə soğanla sarımsaq, biraz da sarımsaq vurdum, qovurdum. Bu da soyutma toyuq idi, onu da qatdım. Gedirik deyə evdə nə qalır, belə də xarab olacaq şeyləri pişirirəm ki, xarab olmasın. Bir də nə var idi, evdə belə doğğa tərəsi var idi. Onu dünən yumuşdum, qurutmuşdum, belə dəsmalın arasına qoyub. Xarab olurdu da, qalsaydı xarab olacaqdı. Ona görə dedim, onu gətirim, belə qovurum. Hiç bilmirəm, elə əlimə gələni qatıram, bilmirəm nə olacaq, nə olmayacaq. Mən həmişə belə ispanağı bir burun belə qaynadıb, acı suyunu çıxardıb pişirirəm. Bu dəfə nəsə ərincə eləyim, tutdu elə, belə atacağım. Buna belə ətlə eləsəydi, balaca küftə kimi də, ya elə yaxırda belə ət qovurması ilə eləsəydi, səbzə qovurma deyirlər, nə deyirlər, elə şey. Sadəcə bu evdə soyutma toyuq olduğundan götürdüm. Nasıl dedim? Soğanı duz atmışdım. Ona göre duz atmıram. Pişsin biraz. Kızlar, indi bunun üzerine ne dökeceğim? Bakın, böyle pendir. Böyle bunun adı bilmirəm. Bu ne pendiridir? Bunu sadəcə kərə yağında da qoymaq olar səhər yeməyi üçün. Belə yeməklə əriyir də yeməyin içində. Çeçil pendir deyirlər, nə deyirlər türklər belə. Belə pendirdir. Əriyəcək bunun içində. Bu yeməyin resepti yoxdur. Elə əlimə nə gəlsə özümdən düşünüb eləyirəm. Yəqin ki, dadlı olur. Əlimlə eləyirəm, bunu da deyəcəklər ki, əllərim baxın, o qədər yumuşam, bütün günü sudadır, hətta heç silməmişəm, əllərim yəni təmizdir. Şimdi kapağını örtün. Bu erisin, pendir biraz. Sonra üzerine biraz da slivka dökeceğim. Ve yemeği hazır. İspanak kavurması. Bu ile pişir. Kapağını da örtün. Bir de üzerine böyle pomidor da koydum. Pişsin. Size ne göstermek istiyorum kızlar. Böyle burada da hiç telefonu götürmeden Rossmann'ı almışım. Benim magazinim Rossmann'dır. Bakın, haçansa bir videoda bunu size tövsiyə eləmişdim. Yenə də eləyirəm. Mütləq alın. Çox yaxşı duş üçün də, yəni hamam üçün. Doğal banyo kisəsi, tombul, kabak lifindən, ölü dəri. Yəni bu nə üçün yaxşıdır qızlar? Qoy açını göstərim. Burada varımdı. Bunu mən da səsi götürəcəyim. Rusiya üçün aparacağım. Bax belə. Şey də təbiidir. Təbii maçalqa almırsınız hamam üçün. Kisə, maçalqa belə də. Bundan həm belə də kisə deyil də, belə maçalqa əvəzdə işlədir, köpüklənir, yaxşı köpüklənir. Bir də ki, bu biraz belə coddur deyə insan üzünüzü peelinglə təmizləyirik, ölü dərimizi soyuruq da üzümüzdən.
əvəzin elə bil bədəndə də o qədər ölü dəri olur ki, adi ayağımızın altında bandaşı ilə nə bilim təmizləmirik. Bu da bədənimizdəki ölü dəri. Hətta deyirlər ki, ayda bir dəfə, 2 dəfə bədən mütləq kisələnməlidir də. Elə bil kisə əvəzdə hər çimdiyinizdə bundan təmizləyəndə ölü dəri çıxır, təmiz olur da bax. Yəni bunu çox məsləhət bilirəm sizə. Rosman mağazinlərində yəqin ki, orada da, Azərbaycanda da var təbii maçalka. Bir var elə belə o iskustveni alırsınız, ondansa bundan birini alın. Bir yoxlayın da, çox baha da deyil, qiyməti yadımda deyil valla neçə idi. Çekin götürməmişəm, yoxsa deyərdim. Bir də bu belə sabun aldım. Bu da düyü pirinçdə əl vücud yüz sabunu. Yaxşıdır, düyünün məsəl üçün kraxmalıdır, düyünün maskaları həmişə Kitaylılar ən çox düyü maskalarından istifadə edirlər. Ona görə aldım. Mən bilmirəm nə qədər doğru yerdə bu hazırlanıb, nə qədər doğrudur, yalandır, o tay bilmirəm. Elə aldım nəsə. Bunun da üzərində baxın, açım göstərim. Hətta sizə. Üz üçün də bunun da üzərində həmən aldığım maçalkadan da belə təbii. O nə qəşəng iyi gəldi. Çox yaxşı iyi gəldi. Bunun bir fərqli növləri var idi. Hər şeydən düzəlmiş. Mən düyü sabunu seçdim. Bax, bundan üz eləmək üçün, yumaq üçün də üzdə ölü dərini götürmək üçün. Ölü də deyirəm, ölü dərini. Təbii peelingdə üz üçün. Bundan istifadə edəcəm. Hərdən birdən. Ay, nə qəşəng. Çox gözəl, iyi çıxdı. Bir də belə zakolka demişdim sizə keçən videolardan. Sadə zakolka belə bunu aldım. Bu neçə? 55'e. Bunların qiyməti yoxdur üstündə. Bunların üçünə də hardasa 200 nə qədər pul verdim. Yəni bahalı bir şeylər deyil. Bunu içinə koyun baxda. Koya bildim. Yəni bunları dedim sizə göstərim. Əsas məqsədim bunu göstərmək idi ki, bundan alın, istifadə eləyin. Sonra mənə yazarsınız, alsanız, istifadə elərsəniz, mənə yazarsınız ki, xoşunuza gəldi, gəlmədi. Mənim çox xoşuma gəlir. Elə dedim, bunu da sizinlə bölüşüm. Yaxşı, xoşuma gələn şeyləri yəni bölüşürəm də burada. Pendir görünə qəşəng əridi. Baxın. Belə. Yağ kimi oldu. İndi pomidorların qabığını belə sonra belə halka götürün. Burada belə pişdi, mən də nə eləyirəm, pislər belə şabalıq qalmışdı. Yardım böyürlərin, yumamışam, şabalıdır. Belə xarab olmasın deyə belə bölüb atacağım qazana. Çıxardım, buz doyana da marazelkaya koyup ki, hayıfdır, sonra istifadə eləyərəm. Artıq xarab olurdu. Bunları da eləyim, yığım. Bir işlərimi həll edirəm. Yavaş-yavaş. Şabalık da bulaşıqdır belə. Gərək birinci yuyaydım. Sonra. Nəsə yumadım bunu. Elinə tər gəldi. Poxlu iş gördüm. Pinti.
ən sevmədiyim iş şabalıd təmizləməkdir. Heç sevmirəm. Azərbaycanda deyəsən hazır təmizlənmiş şabalıdlar satılır. Nə burada, nə Rusiyada görməmişəm hazır təmizlənmiş şabalıd. Kızlar, size demiştim ya, Karishnoy kostyumdan almağa kurtka görmüşəm. Onu alacağım. O kurtkanı aldım dünən. Demiştim çəkəcəm size onu da. Baxın, belə kurtkadır. Eyni o, bu da Karishnoy'du. Bax, eyni rəngdəndir. Yəni düşür. Belə ağ cız var. Koftada da belə ağ cız var. Amma burada tam ağappaq deyil, belə. Belə bir cür rəngi var da kurtka, amma Karishnoy cızla. Elə bil yubka Karishnoy cızı ağ. Burada kurtka ağ, cızı Karishnoy. Da qəhvə rəngdə Karishnoy da deyirəm. Belə yaxşı durur. Forması da belənçi idi. Biraz enli kimi hələ Mudo'dan almışam. S razmerdə, ən balaca da. Ən balaca deyəndə normalda mən medium geyinirəm. M. Bu S-dir. Hə, belə kurtkada yaxşı durur, belə əyində yaxşı durur, kostyumdan lap yaxşıdır. Material da belə plaş kimi, içində də buranda batırmışam, dünən geyinmişdim, maşında batırmışam yəqin. Belə. Kızlar, yemeğim pişti. Yedim. O kadar tatlıydı ki siz de pişirin yiyin. Çok lezzetliydi. Bir de çöreğine. Çöreğine yedim yani, biraz çörek. Böyle bunlar da təmizleyip. Böyle bir şey qoğurdum. Soyuyub biraz. Yaxşı soyulur ama. Böyle. Hə, yani o yemeği ispanak qoğurmasını pişirin. Kızlar, evde ne varsa hamısından qatın pişirin. Hiç çətin değil. Ben dedim xarab olurdu. Artık ispanak xarab olmurdu. Yani biz geçse ya buzda ya marazilkaya koymalıyam ya ne bileyim. Verməliyəm kiməsə. Mən çox vaxtı gedəndə elə bil bəzi şeyləri yığıram pakete. O zibil tökdüyüm yere koyuram. Oradan gelip götürürler. O zibil aparan da boşaldan buranın işçiləri. Xadimələr də elə götürürlər. Düzdür, hər şeyi qoymuram. Belə məsəl üçün soğandır, kartofdur, belə göyərtidir, belə pomidor, xiyar, belə şeylər, tərəvəz şeyləri qalanda elə ora qoyuram, paketə qoyub, zibilin içinə yox ha, belə yanına qoyuram, oradan götürürlər. Nə qalsıdır. Qalan şeylərdə belə dondurucuya qoyulan şeyləri dondurucuya qoyuram. Bayaq tökdüyüm slivka, bilmirəm, bəlkə də onun vaxtı zad çıxıb eləyib. Heç üstünə baxmadım. Keçən dəfə şeyə qoymuşdum. Marazilkaya qoymuşdum. Marazilkadan çıxartdım, belə pişirdim. Süt ağartı məhsulları deyirlər, tvorgun üstünə srok yazılır. Zamanda, vaxtı yazılır. Mənim gəlinim də heç vaxtı, bir gün vaxtı keçmiş şeyi işlətməz dünyada. Yoldaşım da elədir. Heç hər şeyin üstünə baxır. Mən elə çox onu diqqət eləyən deyiləm. Qabaqlar şor, tvorug da, məsəl üçün tvorugu deyirəm. Qabaqlar biz şoru nə qədər neçə illərlə özümüz düzəldirdik də. Mənim yadımdadır, inəyimiz var, inəklərimiz olurdu. Ondan nehrə çalxalayırdıq qatıqdan. Sonra qalan ayranı pişirirdik, şor eləyirdik də. O şor illərlə qalırdı. İndi tvoru bir həftədən artıq qalmaq olmaz. Nə bilim, qatıq vaxtın yazılır. Qatığa nə olur ki, bilmirəm, turşuyur prosta qatıq qalanda. O olmaz, bir gün keçəndə olmaz, zəhərlənir, nə olur. Ağartı məhsullarıdır, niyə zəhər yeyir ki? Şor nəyə zəhər yiyəcək? Duzlanmış şoru. Duzlu olanda heç bir şey. Pendirlərin üstündə vaxt yazılır. Pendirləri
yığırdıq balonlara, killərlə işlədirdi. Düzdür, duzlu pendir eləyirdi. Nəysə, nə çox danışdım mən. Hə qızlar, bu videonu da burada elə. Bu da çox pişdi, yumuşaq. Bitirim. Sizinlə də sağollaşım. Gələn video bilmirəm hardan gələcək. O dəyərli vaxtınızı sərf eləyib videomu axıra kimi izlədinizsə çox təşəkkür eləyirəm. O izlədiyiniz gözləriniz həmişə gülsün. Ürəyiniz həmişə sevinsin qızlar. Like qoymağı da unutmayın. Abunə deyilsə, abunə də olmağı unutmayın qızlar, əziz bacılar. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək ümidi ilə. Baxın, nə qədər təmizlədim. İndi bunları yığacam, paketə qoyacam. Dondurucuya qalsın orada. Sevmirəm, şabalıdır, belə yeməyi çox xoşlamıram. Yesəm də ikisin, üçün belə qovrulmuş şabalı. Sağ olun qızlar. Тихо, и